Hər kəsə salamlar. Deməli biz bugün Dövlət İmtahan Mərkəzinin 2026-cı ildə 11-ci siniflər üçün nəşr etdirdiyi Abituriyent jurnalında olan suallara baxırıq. Gəlin vaxt itirmədən başlayaq. Birinci sualda deyir, Euler-Venn diaqramına əsasən uyğunsuzluğu müəyyən edin. Yəni səhv fikirlər götürəcəyik. Təmizlik və tənbəllik sözləridir. Variantlarımıza baxanda görürük ki, bu sual sözün səs tərkibi ilə bağlıdır, yəni saitlə, samitlə, yəni fonetik təhlillə bağlı sualdır. Deməli, nə etməliyik? Mütləq şəkildə verilən sözlərin tələffüzünü yazmalıyıq birinci növbədə. Təmizlik sözünün tələffüzü təmizlik olacaq. Yəni, l burada d-ya keçir. Və bir də sözün sonundakı isə k isə xıştırıq kimi tələffüz olunur. Tənbəllik sözündə isə n, m kimi, k isə xıştırıq kimi tələffüz olunacaq. Yəni, hər iki sözdə görürük ki, iki fərqli məqam var. İndi isə baxaq verilən fikirlərə. Deməli, deyir, d samitinin kar qarşılığı ilə başlayıb, d-nın kar qarşılığı t-dır və y samitinin kar qarşılığı ilə bitir, yəni xıştırıqla bitir. Baxsaq uşaqlar görürük ki, bu hər iki sözə aid fikirdir. Yəni hər iki söz t-la başlayır. Yəni d-nın kar qarşılığı ilə başlayır və y-nın kar qarşılığı ilə, yəni xıştırıqla bitir. Həm təmizlik, həm də tənbəllik. Düzdürmü? Deməli ona görə də bu fikir ortada yazılmalıdır. Çünki hər iki sözə aiddir. Venn diaqramının orta hissəsində yazılmalıdır və səhv yerdə yazılıb. Yalnız təmizlik sözü üçün verilib. Deməli bu səhvdir artıq. Ona görə də bir səhvdir, biri götürülür. 2-də səs uzanması yoxdur. Təmizlik sözündə yoxdur səs uzanması, bəli. Amma tənbəllik sözündə də yoxdur səs uzanması. Yəni bu fikirdə bunların hər ikisinə aiddir. Ortada yazılmalıdır, səhv yerdə yazılıb. Deməli səhvdir. Sonra həm açıq, həm də qapalı sait işlənib. Bu hər iki sözümüzə aid doğru fikirdir görürük. Təmizlikdə də məsəl üçün açıq var, ə var, hər iki sözdə ə var və həmçinin qapalı hər iki sözdə i var. Deməli 3 doğru fikir idi. Bunu götürmürəm. Doğru yerdə də yazılıb. 4-də yazıcı ilə deyilişi arasında iki fərqli məqam var. Bu da görürük ki, hər iki sözə aid doğru fikir idi. Bayaq sözlərin tələffüzündə yazdıq. Və 5 ilə 6 deyir, qarşılığı olan cingiltili samitlər işlənib. Bu fikir təmizlik sözünə də aiddir. Çünki təmizlik sözündə də z-nın və bir də d-nın qarşılığı var. Bunlar qarşılığı olan cingiltili samitlərlə. Deməli 5 səhv yerdə yazılıb. Yalnız tənbəllik sözünə aid deyil. Zaten tənbəllik sözündə cəmi bir dənə b-nın kar qarşılığı var. Düzdürmü? Digər cingiltili samitlərin kar qarşılığı yoxdur. Belə bu fikir yalnız tənbəllik sözünə aid deyil. Deməli səhv fikirdir. Cavabımız oldu 1-2-5. İkinci suala baxırıq. Altından xətt çəkilmiş ifadənin məzmununu saxlamaqla hansı frazeoloji birləşmə ilə əvəz etmək olar? Sürücü bir qədər yatıb dincələndən sonra sükan arxasına keçdi. Burada bir qədər yatıb dincələndən altından xətt çəkilmiş ifadəmiz budur. Bu da biz təbii ki gözünün acısını alandan, bunu ilə bu frazeoloji birləşmə ilə əvəz edə bilərik. Yəni gözünün acısını almaq elə bir qədər yatıb dincəlmək də biraz yatmaq mənasındadır. Belə deməli burada Y oldu. Üçüncü sual. Hansı nümunələrdə zərf işlənməmişdir? Dünən dövran sürən bugün can verir. İllər xəstəsiyəm, yaram qan verir. Burada dünən zərfdir. A-nı çıxırıq. B-də dünyanın sən olan yerindən indi tozlana-tozlana maşınlar keçir. İndi zərfdir. Çıx yaşıl düzə, qonaq gəl bizə, gözüm yoldadır, xoş xəyaldadır. Burada isə zərf yoxdur. Düz sözü, o da zərf deyil, yer zərfi deyil, yer mənalı isimdir bildiyimiz kimi. Yer zərflərimiz yalnız ora, bura, irəli, geri, sağ, sol, aşağı, yuxarı, yaxın, uzaq tipli sözlərdilər. 4-də, daha doğrusu d-da yenə sözü var, zərfdir. Y bəndində isə qoşa sözləri zərfdir. Belə, 4-cü suala baxırıq. Cədvəl sualıdır. Yenə biz bu cədvəllərdə diqqətli olmalıyıq. Cədvəl suallarımız imtahanlarda artıq kifayət qədər çox istifadə olunur. Baxaq deyək ki, cümlələrə əsasən cədvəldəki uyğun fikirləri istəyir bizdən. Dost evinin soğanı düşmən evinin plovundan yaxşıdır. Biz görürük ki, bu qarşısında üçbucaq işarəsi qoyulmuş cümləyə aid doğru fikirlər istəyir bizdən. Baxaq. Qeyri-müəyyənlik bildirən halda olan söz mənsubiyyət şəkilçisidir.
Burada qeyri-müəyyənlik bildirən halda olan söz, yəni qeyri-müəyyənlik halda olan sözümüz var bizim dost və düşmən sözləri. Ancaq ki, bunların heç birində mənsubiyyət şəkilçisi yoxdur. Ona görə də bir səhvdir. 2-də hal şəkilçisi qəbul etmiş sözlər həm də mənsubiyyət şəkilçisi qəbul edib. Hal şəkilçisi qəbul etmiş sözlər, bizim burada hal şəkilçisi qəbul edilmiş sözümüz, baxın, evinin tərkibində mənsubiyyət də var, i mənsubiyyətdir. Sonra yenə evinin sözü, burada da eyni qaydada və pulovundan sözü, burada da dan çıxışlı qaldı, u mənsubiyyətdir. Deməli, 2 doğru fikirdir, 2-ni götürdük. 3-də tərkibində adlı qaldı olan isim yoxdur, bu səhvdir. Çünki soğanı sözü adlı qaldadır. Buradan yalnız 2-ni götürdük, indi keçək cədvəlin digər hissəsinə. Buradan isə bizdən yanlış fikirlər istəyir, ikinci cümləyə aid. Deməli, dost tövləsi düşmənin evindən yaxşıdır. Bu cümləyə aid yanlış fikirlər. Tərkibində ismin 3 halında olan söz var. Gəl baxaq. Dost tövləsi qeyri-müəyyən yəlik hal. Tövləsi adlı qal. Düşmənin evindən, düşmənin qeyri-müəyyən yəlik hal. Evindən çıxışlıq hal. Yaxşıdır bizdən, yaxşıdır da həmçinin deyək ki, lap adlı qal. 3 halda olan söz var, bəli. Yəni yəlik, adlıq və bir də çıxışlıq halda olan sözlər var. 4 doğrudur deyəni götürmürəm. Mən buradan deməli yanlışlar götürməliyəm axı. 5-də yalnız çıxışlıq halda olan isimdə bitişdirici samitdən istifadə olunub. Bu səhv fikirdir. Çünki çıxışlıq haldan əlavə olaraq çıxışlıq halda olan sözdən, orada da düzdür var bitişdirici samit, amma ondan əlavə tövləsi sözündəki s da bitişdirici samitdir. Deməli 5 səhvdir və 6-da adlı qaldı olan isim cümlədəki yəlik hallı ismin antonimidir. Belə bir fikir yoxdur burada. Burada antonim sözlər yalnız dostdur, düşməndir. Bunların da heç bir adlı qaldı deyil. Yəni biri qeyri-müəyyənlik bildirən yəlik haldadır, digəri isə müəyyənlik bildirən yəlik haldadır. Yəni hər ikisi yəlik haldadır. Adlı qal yoxdur burada. Deməli 6-cı fikir də səhv fikirdir. Yəni doğrudan doğru 2, yanlışdan yanlış 5, 6. Cavabımız oldu Y bəndi. 5-də nümunələrdə tünd qara hərflərlə verilmiş sözlər, hansı sözlər işləndiyi cümlədə 2 müxtəlif nitq hissəsi kimi təhlil edilə bilər. Baxaq. Dəftərçədən başqa qonaqların adı silinmişdir. Burada mən başqa sözün qoşma kimi düşünə bilmərəm. Yəni dəftərçədən sözünə qoşulmuş söz kimi düşünmək mümkün deyil. Bu yalnız sifət kimi. Bu mənadadır ki, dəftərçədən başqa qonaqların adı silinmişdir. Yəni hansı qonaqların adı? Mən bunu necə dəftərçədən başqa qonaqların adı silinmişdir? Yəni dəftərçənin adı qalıb, qonaqların adı silinib. Bu cür nə bunu düşünmək təbii ki mümkün deyil, məntiqsiz olur. Yalnız sifət kimi düşünə bilirəm burada. Ona görə də 1 getdi. 2-də hamıdan əvvəl Gülzar sözə başladı. Bu cümlədə isə əvvəl sözün yalnız qoşma kimi düşünə bilirəm. Hamıdan sözünə qoşulmuş qoşma kimi. Cümləni də təhlil etsək, sözə başladı. Deməli, kim? Gülzar, nə zaman? Hamıdan əvvəl. 2-də yalnız, deməli, 2-də yalnız oldu qoşma kimi. 2-ni də çıxırıq. 3-də axşama kimi gözlədiyini demədi. Deməli, bunu mən həm qoşma kimi düşünə bilərəm, yəni axşama qədər mənasında, həm də əvəzlik kimi, sual əvəzlik kimi, axşama kimi gözlədiyini demədi, kimi sual əvəzliyi. Həm əvəzlik, həm qoşma kimi düşünə bilirəm. 4-də səndən özgə, deməli, pənahım yox, burada yalnız qoşmadır, yalnız səndən sözünə qoşulmuş söz kimi düşünmək mümkündür. 5-də isə məruzə edənlərdən sonra məlumat verəcəyəm. Burada 1, deməli, məlumat verəcəyəm. Nə zaman? Məruzə edənlərdən sonra qoşma kimi düşünürəm. Məruzə edənlərdən sözünə qoşulmuş söz kimi. Bir də məruzə edənlərdən sonra məlumat verəcəyəm. Yəni sonranı özün təkcə zərf kimi düşünmək mümkündür burada. Yəni 2 cür belə başa düşmək olur. Cavabımız 3-5 A bəndi. 6-cı sual, hansı cədvələ uyğun fikirlər istəyir bizdən? Əlavəli söz mübtədadır. Gəl baxaq. Ora azad olunmuş yerlərə gedəndə azadı həmişə qəribə hisslər bürüyürdü. Burada bizim əlavəmiz azad olunmuş yerlərdir. Əlavəli sözümüz oradır. Və cümləmizin mübtədası deyil. Çünki fe'li bağlama tərkibinin asıl tərəfində qalır. Cümləni təhlil eləsək də, yəni bürüyürdü, gəl lap cümləni təhlil edək. Deməli, bürüyürdü.
Nə hisslər, necə hisslər qəribə, həmişə nə zaman zəflik, kimi azadı, nə vaxt ora azad olunmuş yerlərə gedəndə. Burada ora sözü müstəqil cümlə özü deyil, fe'li bağlama tərkibinin aslı tərəfində qalıb, heç bir müstəqil cümlə özü deyil, nəinki mübtəda. Deməli, ona görə də biri çıxırıq. Bir çıxdıq. Daha sonra 2-də bura həyətin qaranlıq tərəfi onların diqqətini cəlb etmişdi. Burada həyətin qaranlıq tərəfi bura bizim mübtədamızdır. Yəni burada isə hara sualına cavab verir. Heç bir tərkib filan söhbətdə yoxdur. Onların diqqətini cəlb etmişdi. Hara? Bura. Mübtəda da 2-ni götürürük. 3-də Sabir gənc şair şeir oxuyanda dinləyicilər maraqla qulaq asırdılar. Gəl cümlələri təhlil edək. Qulaq asırdılar xəbərimiz. Kim? Dinləyicilər. Necə qulaq asırdılar? Maraqla. Nə zaman? Sabir gənc şair şeir oxuyanda. Burada da eynən fe'li bağlama tərkibinin aslı tərəfində qalıb. Yəni sabir sözü mübtədamız deyil. Bu cümlənin mübtədası dinləyicilərdir. Sabir sözü heç bir cümlə özü deyil. O sadəcə olaraq fe'li bağlama tərkibinin aslı tərəfidir. Buradan yalnız 2-ni götürdük. İndi isə əlavəli söz cümlə özü deyil. Baxaq. Əlavəli söz cümlə özü deyil. Bakı gəncliyimin şəhəri. Səni unutmaq olarmı? Burada əlavəli sözümüz Bakı gəncliyimin şəhəri. Görürük ki, uşaqlar xitabdır da, müraciət var burada. Bakıya müraciət var. Bakı gəncliyimin şəhəri. Səni unutmaq olarmı? Yəni burada həqiqətən də əlavəli sözümüz xitabdır. Xitab. Cümlə özü də deyil. Deməli, ona görə də buradan da 4-ü götürürük. Bayaq 2-ni götürmüşdük, indi 4-ü. Cavabımız 2-4 oldu. Deməli, D bəndi. Digərlərinə baxsaq, həmin güşə məktəbin ən gözə gəlimli yeri. Bu, burada mübtədadır. Və indi sakitcə aşağı çaya tərəf gedirdilər. Burada isə yer zərfliyinin əlavəsi var. Yəni, müstəqil cümlə özvlərinin əlavəsi var. Növbəti sual, 7-ci sual. Deməli, fikirlərdən yalnız ikisinə aid olan nümunəni istəyir bizdən. Yəni, diqqətlə baxaq. 2 qrammatik əsası vardır. Tərəflərindən biri digərinin aslıdır. Tərəflərindən biri qeyri-müəyyən şəxs cümlədir. Bax, məsələn, A bəndindən başlayaq, gedək. Onlar məlumatları sabah göndərəcəklər. İndi baxaq, görək 2 qrammatik əsası vardır. Bu düzgündür bunun üçün. Yəni 2 qrammatik əsası vardır, o deməkdir ki, mürəkkəb cümlədir. Bəli, bu mürəkkəb cümlədir, görürsünüz. Deməli, onlar məlumatları sabah göndərəcəklər. Sonra mən təhlil edəcəyəm. Tabesiz mürəkkəb cümlədir. Birinin mübtədası onlardır, digərinin mübtədası isə təhlil edəcəyəm. Digərinin mübtədası isə mənəm. Neysə, tabesiz mürəkkəb cümlədir. Tərəflərindən biri digərinin aslıdır. Bu fikir səhv fikirdir. Çünki deməli, tabesiz mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlə deyil ki, tərəflərindən biri digərindən asılı olsun. Tabesiz mürəkkəb cümlə olduğuna görə səhvdir. Sonra tərəflərindən biri qeyri-müəyyən şəxsli cümlədir. Burada qeyri-müəyyən şəxsli cümlə yoxdur, buna da aid deyil. Onlar məlumatı sabah göndərəcəklər. Bu müəyyən şəxsli cümlədir, çünki mübtəda var cümlədə. Keçək indi. Yəni A bəndi uyğun gəlməkdə, görürsünüz. A bəndində fikirlərdən biri aiddir. Bizdən ikisini istəyir aid olsun. Sonra xəstə olmasına baxmayaraq komandasını tək qoymamışdı. 2 qrammatik əsası var. Yox, bu səhvdir, bu sadə cümlədir. Ümumiyyətlə, baxmayaraq ifadəsi əsasən sadə cümlədə işlənir. Sa plus da ilə bağlanan tabeli mürəkkəb cümlələrin sadələşməsidir. Tərəflərindən bir digərinin aslıdır, yox dedik. Bu sadə cümlədir, bu da səhvdir. Sonra tərəflərindən biri qeyri-müəyyən şəxs cümlədir. Burada da qeyri-müəyyən şəxs cümlə yoxdur. Yəni görürsünüz ki, B bəndi uyğun gəlmir. Bu heç bir fikrə aid deyil. Sonra elə qapıya çatmışdım ki, məni səslədilər. 2 qrammatik əsası var, bəli. Çünki tabeli mürəkkəb cümlədir. Yəni axı mürəkkəb cümlədə mürəkkəb cümlənin 2 qrammatik əsası olur. Tərəflərindən biri digərinin aslıdır. Bəli, bu da təbii ki, doğru fikirdir. Çünki tabeli mürəkkəb cümlədir. Tabeli mürəkkəb cümlədə tərəflərindən biri digərinin aslı olmalıdır. Sonra və tərəflərindən biri qeyri-müəyyən şəxs cümlədir. Məni səslədilər, onlar. Baxın, bu da qeyri-müəyyən şəxs cümlədir təbii ki. Onlar artıra bilirəm. Buna da üstəgə qoyuruq. Deməli, bu da bizim cavabımızdır. Çünki fikirlərdən 3-ü də aiddir. Mənə lazımdır ki, 2 aid olsun. Sonra, başım ağrıdı, heç kəsə demədim. 2 qrammatik əsası var. Bəli, bu doğrudur. Çünki tabesiz mürəkkəb cümlədir. Ağrıdı nə? Başım demə, heç kəsə demədim. Kim? Mən. Sonra, tərəflərindən bir digərinin
aslıdır. Xeyr, bu səhv fikirdir. Çünki bu tabesiz mürəkkəb cümlədir. Tabesiz mürəkkəb cümlədə tərəflər təbii ki, bir-birinə asılı ola bilməzlər. Və tərəflərindən biri qeyri-müəyyən şəxs cümlədir. Bu da səhv fikirdir. Çünki burada qeyri-müəyyən şəxsli cümlə yoxdur. D-ni də çıxırıq. Onda cavabımız qalacaq Y bəndində. Avtobus kəndə çatdı, onları mehribanlıqla qarşıladılar. 2 qrammatik əsası var. Bəli, tabesiz mürəkkəb cümlədir. Kəndə çatdı nə? Avtobus. Onları mehribanlıqla qarşıladılar. Kim? Onlar. Düzdürmü? Yəni fikirlər ayrı-ayrı, xəbərlər ayrı-ayrı mübtədalara aiddir. Sonra tərəflərindən biri digərinin aslıdır. Xeyr, tabesiz mürəkkəb cümlədir. Tərəflər biri digərinin aslı ola bilməz. Və tərəflərindən biri qeyri-müəyyən şəxs cümlədir. Bəli, onları mehribanlıqla qarşıladılar. Kim? Onlar. Onlar artıra bilərəm bu cümləyə. Təbii ki, deməli qeyri-müəyyən şəxs cümlədir. Doğru. Baxın, fikirlərdən ikisinin doğru olduğu Y bəndidir cavabımız. Belə bir maraqlı və diqqət tələb edən suallardır. Ümumiyyətlə, abituriyent günlərində olan suallar bir qədərdir real imtahandan çətin olurlar əsasən. Məqsəd zəfliyinin işləndiyi nümunəni müəyyən edin. Ziya adamların rahat həyatını təmin etmək üçün çalışırdı. Bu olacaq elə cavabımız. Çalışırdı kim? Ziya. Nə məqsədlə çalışırdı? Adamların rahat həyatını təmin etmək məqsədi ilə. Cavabımız elə A bəndidir. Bu qədər. Digərlərinə baxaq. Tənəffüzdə istədiyimiz qədər. Yəni burada təbii ki, məqsəd yoxdur. Yəni nə məqsədlə yoxdur. Bu kəmiyyət zəfliyi ola bilər. Nə qədər? Sonra şor yeməkdən çöpə dönmüşəm. Cümlələri təhlil etsək, burada da şor yeməkdən səbəb zəfliyi olar. Yəni nə səbəbə də, düzdürmü? Nə səbəbə çöpə dönmüşəm? Bu səbəbdir. Hə, Maya bacı, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Yox, burada da məqsəd deyil. Təbii ki, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Acıqlanmağının səbəbi olar. Yollara baxmaqdan gözlərim ağrıdı. Gözlərim axdı. Yenə də gözlərimin axmağının səbəbi var. Yollara baxmaqdan. Bu da səbəbdir, təbii ki, məqsəd deyil. Burada sadəcə biz necədir? Əsasən məstər, əsasən məqsəd zəfliyi olur. Belə məqamlar isə bir qədər xüsusi diqqət tələb eləyəndirlər. Yəni baxmaqdan görürsünüz ki, məstərdir də, bu düzdürmü? Məstər tərkibidir. Hə. Amma cümləmizin məqsəd zəfliyi yox, səbəb zəfliyidir. Bir daha deyirəm ki, əsasən məstər tərkibi əsasən məqsəd zəfliyi olur. Bəli. Amma həmişə yox da. Burada da elə həmçinin o istisnalardandır, səbəb zəfliyidir. Sonra 9. Nümunənin düzgün sintaktik təhlili. Xəlil çiynini maşına söykədi, başını bulayıb güldü. Deməli, gəlin cümləmizə baxaq, xəbəri təhlil eləyək. Deməli, güldü xəbərimiz. Sonra başını bulayaraq zəfliyimiz, tərz hərəkət zəfliyimiz. Sonra söykədi xəbərimiz. Kim söykədi? Xəlil. Nəyə söykədi? Maşına, nəyi? Çiynini. Ayları tamamlanırlar. Y bəndi cavabımızdır. Burada maşına sözü əlbəttə ki, haraya olmaz. Nəyə olar? Çünki burada maşın, yəni yer bildirən bir şey deyil. Sadəcə əşya bildirən bir sözdür. Və təbii ki, ona görə də cümləmizin tamamlığı olmalıdır. Zəfliyi yox. Burada cavabımız oldu Y bəndi. Və 10-cu sual, yalnız qrammatik normanın pozulduğu cümləni istəyir bizdən. Yəni yaxınlaşdıraq, bir-bir variantlara baxaq. Yalnız qrammatik normanın pozulduğu cümlə. Oxucular bu kitabın yeni nüsxəsini axtarır. Hə, diqqətlə baxaq gərək. Burada bizim baxan kimi elə gördük ki, fonetik normamız pozulub. Çünki nüsxə nədir? Bu söz səhv yazılıb. Nüsxə olmalıdır, düzdürmü? Yəni fonetik normanın pozulması halı var burada. Bir də qrammatik normanın pozulması halı var. Çünki oxucular bizim cəmdə olan mübtədamız, insan anlayışı bildirən cəmdə olan mübtədamız var. Deməli, xəbər də zəhmət çəkib cəmdə olmalıdır. Axtarırlar olmalıdır. Amma axtarırdı. Şəkilçi ilə bağlı problem var, şəkilçi ilə bağlı yanlışlıq var. Deməli, bu da artıq qrammatik normadır. Yəni, A bəndində həm fonetik, həm qrammatik normada A-nı çıxırıq. Siz bizim üçün çox qiymətlisiz. Burada bircə dənə fonetik normanın pozulması halını görürük. Çox qiymətlisiniz. Hə, siz təbii ki, belə yazılmalıdır. Siz bizim üçün çox qiymətlisiniz olmalıdır. Səhv yazılma var. Deməli, bu artıq fonetik normadır. Sonra, yenə də biz necədir? Şəkilçinin səhv yazılması, fikirləşməyin ki, şəkilçinin səhv yazılmasıdır. Qrammatik normaya oxşur. Yox. Bu,
Qrammatik normanın pozulması əsasən şəkilçinin yanlış işlənməsidir və yaxud işlənməməsidir. Səhv yazılma halı istənilən halda fonetik normadır. Sonra şagirdlərdən 3-ü yaxınlıqdakı şirkətə getmişdilər. Burada qrammatik normanın pozulması halı var. Çünki şagirdlərdən 3-ü mübtədamız təkdədir. Biz əsas tərəfə baxmalıyıq. Bax 3-ü təkdir. Düzdürmü? Yəni cəm şəkilçisi yoxdur orada. Getmişdilər isə cəmdədir. Xəbərimiz isə cəmdədir. Hə bu olmaz belə. Yəni bu qrammatik normanın pozulması halıdır. Amma bundan əlavə olaraq bircə burada bizim fonetik normamızın pozulması da var. Baxın, yaxınlıqdakı sözü səhv yazılıb. Deməli, həm burada qrammatikdir, həm fonetikdir. Bu da mənim cavabım olmur. D bəndinə baxıram. Onun sayəsində bir çox problem həll olunub. Burada uşaqlar belə bir qaydamız var idi ki, bizim bir sıra və bir çox sözlərindən sonra gələn isim, yəni onlara aid olan isim mütləq cəmdə işlənməlidir. Mütləq cəmdə işlənməlidir. Təkdə işlənərsə qrammatik norma pozulacaqdır. Burada da görürük ki, uşaqlar bir çox problem yazılıb. Yox, bu səhvdir. Qrammatik normanın pozulması halıdır. Burada cəm şəkilçisi işlənməlidir. Olmalıdır bir çox problemlər. Yalnız qrammatik normanın pozulması halı var burada. Başqa, yəni fonetik və yaxud leksik normanın pozulması halı yoxdur. Cavabımız ona görə D bəndidir. Y bəndinə də baxaq. Mavi lenti müdir deməli qalibin yaxasına qoydu. Burada baxan kimi görürük ki, cümlədə söz yerində düzgün işlənməyib. Yəni yaxasına qoydu, yaxasına taxtı olar da. Söz yerində düzgün işlənməyəndə də leksik norma pozulur. Bu da mənim cavabım deyil. Belə keçək indi uşaqlar mətnlərimizə. Gümüş kəmər. Evimizdə bir gümüş kəmər var idi. Diqqətlə bax. Bu formada saxlayırsınız. Mən oxuyuram, siz də indi baxırıq. Evimizdə bir gümüş kəmər var idi. Valideynlərim deyirdilər ki, ulu babalarından qalıb. Nəslimizin uşaqlarının hamısı o kəməri belinə bağlayıb, evdə oynaya-oynaya böyümüşdü. Bir dəfə mismarın iti ucu ilə kəmərin iç tərəfinə adımı yazmışdım. Onu cızdığıma görə valideynlərim məni xeyli danladılar. Kəməri bir dəfə yazıb, ona görə də valideynlər onu xeyli danladılar. Günlərin birində atam pulsuzluqdan sevimli kəmərimizi qədim əşyaları ucuz qiymətə alan erməniyə satdı. Atamdan kəməri satmamağı xahiş etsəm də xeyri olmadı. Başımı sığallayıb dedi, nə vaxt imkanımız olsa kəmərimizi geri alarıq. 2-3 ildən sonra dolanışığımız yaxşılaşdı. Bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Cümləni elə mətni oxuyan kimi görürük ki, uşaqlar, burada nəsə yanlışlıq var. Deyir ki, bir gün kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Yəni tapşırıq almayıb ki, kəmərlə bağlı. İndi olsun, suallarda çıxacaq qabağımıza yəqin ki. Atam dedi ki, o ermənini kənddə görsən, xəbər elə, pulunu qaytarıb kəmərimizi alaq. İllər ötüb keçdi. Bir gün xəbər yayıldı ki, 20 nəfər şagirdi İrəvana 3 günlük ekskursiya aparacaqlar. Mənim də adımı siyahıya yazmışdılar. İrəvana günortaya yaxın çatdıq. Məktəblilər ilk görüşdən sonra bizi muzeyə apardılar. Muzeydəki bölmələrin birində qədim kəmərlər nümayiş etdirilirdi. Şüşənin altındakı kəmərlərdən birini görəndə gözlərimə inanmadım. Bu, həsrətini çəkdiyim gümüş kəmərim idi. Bələdçi kəməri göstərib dedi ki, onu qədim zamanlarda Nerses adlı erməni usta düzəldib. Yəni bunların yalanına bax. Əsəbi halda dedim, nə danışırsınız? Nerses kimdir? Bu kəməri mənim babalarım düzəldib. İnanmırsınız, baxın, içinə adımı da yazmışam. Bələdçi inad etdi. Sonra erməni ustanın adının yazıldığı yeri göstərdi. Mən də kəmərin adımı yazdığım hissəsini ona göstərdim. Dedim ki, bu kəmər uzun illər evimizdə olub. Onu bir erməni atamdan pulla alıb. Ermənicə yazını kimsə sonradan yazıb. Bələdçi çaşqın halda dedi ki, sən neyəsə səhv salırsan. Mən isə heç nəyə səhv salmadığımı dedim. Bir də baxdım ki, atamdan kəməri alan saqqallı erməni başımıza toplaşanların arasındadır. Hamının eşidəcəyi səslə dedim, bax, bu erməni atamdan kəməri 50 manata alıb. Alanda söz vermişdi ki, pulumu nə vaxt qaytarsanız kəmər sizinkidir. Saqqallı özünü eşitməzliyə vurub aradan çıxdı. 2-3 dəqiqə keçməmiş kəmərlər nümayiş etdirilən bölməni bağlayıb bizi uzaqlaşdırdılar. Ekskursiyadan qayıdandan sonra olanları atama danışdım. Çox heyrətləndi. Deməli, ermənilər bizim cəmaatdan ucuz qiymətə aldıqları qədim əşyaları öz adlarına çıxarırmışlar.
ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik. İnanıram ki, günlərin birində mütləq babalarımızın İrəvan muzeylərindəki qədim əşyalarını geri alacağıq. Mətnimiz maraqlı bir mətn idi və diqqət tələb edən də bir mətndir həmçinin. Cədvələ əsasən mətnin məzmununa aid doğru fikirləri istəyir bizdən. Yenə bax cədvəlimizə fikir verməliyik. Doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimaldan isə ehtimalı götürməliyik. Gəlin baxaq. Deməli, kəmərin qiyməti mismarla cızıldığına görə ucuz idi. Xeyr, yəni belə bir şey yox idi mətnimizdə. Düz uşaq onu mismarla cızmışdı, amma buna görə ucuz idi, yox. Sadəcə olaraq erməni uşağın atasından ucuz qiymət almışdı da kəməri. Biri çıxırıq, iki də, yəni bir doğru fikir deyil. Uşağın kəmərə cızdığı ad muzeydəki hadisə zamanı əsl sübut idi. Bəli, uşaq burada adın yazmışdı. Deməli, baxın, bir dəfə mismarın iti ucu ilə kəmərin iç tərəfinə adımı yazmışdım, adımı. Öz adını yazmışdı. Bu ilə də kəmərin ermənilərə məxsus olmadığını, bu uşağın babaları tərəfindən düzəldildiyinin sübutu idi. Təbii ki, 2 doğrudur. 3-də kəmərin satıldığı illə ekskursiyanın baş tutduğu il fərqli idi. Bu isə doğru fikirdir. Biz yanlışın altında yazdıq, bunu götürmürük. Çünki gəlin qaydaq mətnimizə. Yəni uşağın atası kəməri satdıqdan sonra bizdən 4-cü abzas deyir ki, illər ötüb keçdi. Bir gün xəbər yayıldı ki, 20 nəfər şagirdi İrəvana 3 günlük ekskursiya yapacaqlar. Yəni artıq illər ötüb keçib də, düzdür, eyni ildə baş vermiyor da bu hadisə. Fərqli idi bu illər. Yəni 3-cü fikir doğrudur və yanlışın altında yazıldığına görə götürmürəm. 4-də muzeydə yalnız kəmərlər nümayiş etdirilirdi. Bu səhv fikirdir. Muzeydə yalnız kəmərlər nümayiş etdirilmir. Gəlin lap baxaq mətnimizdən yeni tapaq onu. Məktəblilərlə görüşdən sonra bizə muzeyə apardılar. Muzeydəki bölmələrdən birində qədim kəmərlər nümayiş etdirilirdi. Deməli, başqa şeylər də nümayiş etdirilib. Sadəcə bölmələrin birində qədim kəmərlər nümayiş etdirilib. 4 səhv fikirdir, yanlış fikirdir, götürdüm bunu. 5-də isə 5 ilə 6-dan isə ehtimal seçməliyəm. Deyək, kəməri alan erməni muzey ilə əməkdaşlıq edirdi. Bu haqda isə bizim deməli ehtimaldır. Ehtimaldır bu, dəqiq bir şey deyil. Ola bilsin ki, bəlkə məsəl üçün kəməri erməni onlara satıb və yaxud da yəni həqiqətən də oranın əməkdaşıdır, əməkdaşlıq elədiyi şəxsdir və s. Yəni bu haqqda dəqiq olaraq bilmirik. Hər iki ad kəmərin üzərinə eyni məqsəddə yazılmışdı. 6-cı fikir isə doğru fikirdir. Bunu götürmürük. Çünki hər iki, yəni uşaq öz adını yazmışdı kəmərə ki, bu kəmər mənimdir filan, bu mənada da. Erməni də həmçinin ad yazılmışdı ki, ermənilər də ad yazmışdılar ki, bu kəmərin güya qədim erməni əşyası olduğunu sübut etmək üçün. Bu mənada bunu doğru fikir kimi götürə bilərik. Ehtimalın altından götürmürük. 2, 4, 5 cavabımız oldu D bəndi. Sonra mətnin tərkib hissələri ilə bağlı yanlış fikirləri istəyir bizdən. Giriş hissəsində mətndəki əsas problem haqqında məlumat əldə etmək mümkündür. Ümumiyyətlə bu fikir təkcə bu mətnə aid yox, bütün mətnlərə aid səhv fikir hesab olunur. Çünki mətnin giriş hissəsində əsas problem, yəni 99%-də belə deyək, mətnin giriş hissəsində əsas problem olmur. Əsas problem elə mətnin ortalarında olmalıdır. Əsas hissəsində olur. Nəticə hissədə isə bu problemə yekun vurulur da. Yəni bir səhv fikirdir, biri götürdük. Tünd qara hərflərlə verilmiş cümlədəki hadisə mətndəki problemin səbəbinin açılmasına istiqamət verir. Bir də baxdım ki, atamdan kəmərə alan saqqallı erməni bizim başımıza toplaşanların arasındadır. Bu həqiqətən də problemin açılmasına istiqamət verir. Çünki uşaq həmin ermənini görəndən sonra deyir ki, baxın bu erməni alıb da, mən atamdan kəməri bu erməni alıb. Ona görə də 2 doğru fikirdir, götürmürük. 3-də hadisənin ardıcılığı bərpa etmək üçün 3-cü abzasla 2-ci abzasın yeri dəyişdirilməlidir. Xeyr, burada bir abzasların ardıcılığının pozulması məqamı biz görmürük mətndə. Hər şey qaydasındadır. Yəni abzaslar pozulmayıb, yerin dəyişdirilməlidir fikri səhvdir. 4-də nəticə hissəsində reallaşa bilməyən işin gələcəkdə reallaşacağına inam ifadə olunub. Bu doğru fikirdir. Gəlin nəticə hissəmizə baxaq. Ədaləti bərpa etdirməyə, günahkarların cəzalarını almalarına və kəməri muzeydən geri almağa nail ola bilmədik deyir. Nail ola bilmədik. Yəni bu işi reallaşdıra bilməyiblər.
Amma gələcəkdə onun reallaşacağına ümid var. Çünki deyir ki, inanıram ki, günlərin birində mütləq babalarımızın İrəvan muzeylərindəki qədim əşyalarını geri alacağıq. Bəli, buna ümid var. Yəni 4 doğrudur götürmürəm. 5-də isə nəticə hissəsində mətnin məzmununa uyğun olmayan cümlə işlənmişdir. Mətni oxuduq. Mətnin məzmununa uyğun olmayan heç bir cümlə yox idi burada. Yəni 5-ci fikirdə səhv fikirdir. Deməli cavabımız 1-3-5 C bəndi. Sonra 13-cü sual uşaq səbəb nəticə sualıdır. Deməli uşaq ekskursiyaya getdi. Uşağın ekskursiyaya getməsinin nəticəsində adı siyahıya salındı. Xeyr, belə bir şey təbii ki, ola bilməz. Bu səbəb nəticə çalarına, səbəb nəticəyə uyğun gəlməz. Belə deyək də, adı siyahıya salındı. Bunun nəticəsində uşaq ekskursiyaya getdi ola bilər. Səbəblə nəticənin yeri 1-ci fikirdə səhv yazılıb. Ona görə 1 səhvdir. 2 də bəli, uşaq ekskursiyaya getməsinin nəticəsi olaraq Kəməri muzeydə tapır və başqa da valideyn əsəbləşmir. Ailənin dolanışıqı təbii ki, bunun nə aidiyyəti? Naqis əməlinin üstü açıldı. Bəli, ermənilərin Naqis əməlinin üstü açılır. 2-5 cavabımız D bəndi. Sonra mətndən belə bir nəticə çıxarmaq olmaz. 14-cü sualda uşağın valideynlərinin Kəmərin tarixi barədə məlumatları vardı. Bəli, bilirdilər ki, uşaqlar bu kəmər babaları hazırlayıb qədimdən. Sonra uşağın atası da nə vaxtsa həmin kəməri taxmışdı. Belə bir nəticəni də çıxara bilərik. Bir dənə qaydaq mətnə. Çünki hər şey dəqiq olsun. Nəslimizin uşaqlarının deyir ki, bax, üçüncü cümlədə mətnin ilk abzasında deyir, nəslimizin uşaqlarının hamısı o kəməri belinə bağlayır. Deməli, bunun atası da o kəməri belinə bağlayıb. Yəni, mən 2-ni də çıxmalıyam, B-ni də çıxırıq. C-də kəndin yerli cəmaatı öz tarixinə ayaq-sayaq yanaşırdı. Bu fikir isə əlbəttə ki, səhv fikirdir. Öz tarixlərinə ayaq-sayaq yanaşsaydılar, əgər o kəməri belə deyək də erməniyə satmazdılar. Yəni o tarixi kəməri, qədimdən bunların babalarının hazırladıqları kəməri ermənilərə satmazdılar. Həmçinin də mətndə də göstərilir ki, deməli başqa bir şey də göstərilmişdi. Mətndə var idi ki, kənddən də, cəmaatdan, başqalarından da deməli alıblar, getirirlər də. Ucuz qiymətə alırlar, getirirlər. Mətnin sonlarında atası deyirdi o elə bir fikir. Deməli bax, bizim cəmaatdan ucuz qiymətə aldıqları əşyaları, qədim əşyaları öz adlarına çıxarırlar. Deməli, bunların cəmaatı heç də öz tarixlərinə belə ayaq-sayaq yanaşmayıb da. Ucuz qiymətə, nə bilim, satıb da yəni ermənilərə qədim əşyaları. Belə, cavabımız C bəndidir. D bəndində deyirdi, uşağın iddiaları muzey heyətində böyük narahatlıq yaratmışdı. Mətndən görürük bunu, bu düzdür və ailə kəməri muzeydən geri almaq üçün çalışmışdı. Bu da doğru fikirdir. Deyir ki, ədaləti bərpa etməyə, günahkarların cəzalarını almalarına, kəməri muzeydən geri almağa nail ola bilmədik. Nail ola bilməyiblər, amma deməli, nail ola bilməyiblərsə, deməli, çalışıblar ki, nail ola bilməyiblər də, düzdürmü? 15. Üzərində rəqəm yazılmış sözlərə əsasən uyğunluğu müəyyən eləyirik. Gəlin üzərində rəqəm yazılmış sözlərimizə bir dənə baxaq, mətnimizə əsasən. Bax, burada bir də bu idi, bağlayıb. Başqa da bir də burada bağlayıb. 2 dənə bağlayıb sözdür. Deməli, birincidə deyir ki, kəməri belinə bağlayıb, digərində isə nümayiş etdirilən bölməni bağlayıb. İndi baxaq sualımıza. Deməli, kəməri belinə bağlayıb. Gəlin elə variantlara baxaq. Qapamaq, qıfıllamaq bu ikinci bağlayıb. Yəni muzeyin həmin bölməsini bağlayıb. Bunu biz təbii ki 2-yə aid edə bilərik. 1, 2, A-nı qoyduq 2 üçün. Xəncər bağlamaq, kəməri bağlamaq, xəncər bağlamaq bu birinciyə aiddir. Dükanı bağlamaq bu təbii ki ikinciyə aid olar. Həmin bölməni bağladılar. Yəni həmin bölmədəki məsələn bağlayıblar da qapısını, tutaq ki, bağlayıblar, düzdür? Dükanı bağlamaq da eyni mənadadır. Sonra onları taley onları bir-birinə bağladı. Bu bunların heç birinə aid deyil. Taxmaq mənasındadır. Bəli, kəməri bağlamaq, kəməri taxmaq mənasındadır. 1-ə B-ə, 2-yə A-cı cavabımız C bəndində. İndi isə keçirik açıq suallarımıza. Deməli, əvvəlində işarələr qoymuş sözlərin mənalarını müəyyən edirik. Əvvəlində işarə qoymuş sözləri bir dənə baxırıq, tapırıq. Bir daha baxırıq o sözlərə. Birincisi, baxın, ekskursiyadır burada və bir də bələdçidir. Bu sözlərin mənaları ilə bağlı. Deməli, ekskursiya sözünün mənası, yəni maarifləndirmə məqsədli,
gəzinti yaza bilərik və yaxud müəyyən məlumat əldə etmək üçün edilən səyahət yaza bilərik və bu kimi fikirlər. Bələdçi sözü idi o birisi də. Bələdçi isə müəyyən yerlərdə həmin yer haqqında insanlara məlumat verən şəxs, yəni yol göstərən şəxs mənasında. Sonra 17. Altından xətt çəkilmiş cümləni mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun zənginləşdirin. Altından xətt çəkilmiş cümləmiz bələdçi inad etdi. Altından xətt çəkilmiş cümləmiz budur. Bələdçi inad etdi. Və biz bunu təbii ki, mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun bir dəqiqə. Nəsə bələdçi inad etdi idi və biz təbii ki, bunu mətnin üslubunun səciyyəvi xüsusiyyətləri. Mətnimiz də aydın məsələdir ki, bədii mətndir, bədii üslubdadır və bədii mətnin səciyyəvi, bunun üslubunun səciyyəvi xüsusiyyətləri nə olar? Bədii üslubun səciyyəvi xüsusiyyətləri ilk növbədə təbii ki, məcazilik, məcazi mənalı ifadələrlə zənginləşdirmək. Məsələn, deyə bilərik ki, bələdçi inad etdiyini deyə bilərik, bələdçi iki ayağını bir başmağa dirədi, bələdçi tutduğunu buraxmadı, bələdçi inadından dönmədi, bələdçi inadından möhkəm yapışdı, bələdçi Nuh deyib Peyğəmbər demədi kimi fikirlər. Sonra 18-ci suala baxıraq, hikmətli məsəlin mətnin hansı tərkib hissəsinin məzmununa uyğun olduğunu qeyd edin və fikrinizi əsaslandırın. Doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz. Bunu biz, bu fikri mətnin nəticə hissəsinə əlavə edəcəyik. Yəni, nəticə hissəsinə aid bir fikirdir. Çünki, baxın, deyir ki, doğruluq baş üstündə tutulmayınca oğru tutulmaz. Yəni, hələ də kəməri ala bilməyiblər, hələ də kəməri ala bilməməyimiz, nəticə əldə etməməyimiz haqqında bizdən nəticə hissəsinə danışılır. Yəni, saxtakarlıq ifşa edilməyib, saxtakarlar ifşa olunmayıb, ədalətsizliyi davam edir, yəni haqq yerini tapmayıb. Bunlar, yəni doğruluq hələ baş üstündə tutulmayıb. Deməli, onlar öz cəzaların almayıblar. Bu fikir mətnin nəticə hissəsinə aiddir, əsaslandırmamız da dediyim fikirlər. 19. Əvvəlində ərəb rəqəmi yazılmış hansı cümlədə mətnin məzmununa uyğun ifadə işlədilmişdir? Əvvəlində ərəb rəqəmi yazılmış həmin ifadəni uyğun nümunə ilə əvəz edərək yenidən yazın. Əvvəlində ərəb rəqəmi yazılmış cümlə. Burada bizim cavabımız 3'dür. Gəlin 3'ə baxaq. Bir gün Kəmərlə bayaq oxuyanda mətnlərlə çıxmışdı qabağımıza. Bir gün Kəmərlə bağlı aldığı tapşırığı atama xatırlatdım. Yox, aldığı tapşırığı deyənmərik. Bir gün Kəmərlə bağlı verdiyi sözü atama xatırlatdım olmalı. Və 20-ci sual, deməli, plan bəndi eksponata çevrilən gümüş kəmər, bu təbii ki, mətnin əsas hissəsində danışılırdı bundan. Eksponat oradaydı. Nəticə hissəyə də aid biz bir dənə özümüzdən nə etməliyik? Plan bəndi qurmalıyıq. Məsəl üçün, nəticə hissəsində elə yaza bilərik ki, gələcəyə inam, gələcəyə inam, nikbinlik kimi cavablar yaza bilərik və yaxud gələcəyə bəslənən ümid və s. Bu qədər ilk mətnimiz bitdi. İndi ikinci mətnə keçək. Pirana balıqları. Pirana balıqları ilə çoxları yalnız filmlərdən və qorxulu hekayələrdən tanışdırırlar. Bir çoxlarına isə pirana balıqları Cənubi Amerikanın çaylarında yaşayan həm qeyri-adi diş quruluşu, həm də aqressiv davranışları ilə fərqlənən balıq növü kimi məlumdur. Ən çox Amazon, Orinoco və Parana çaylarında rast gəlinən bu balıqlar adətən 20-30 sm uzunluğunda olur. Bəzi növlərinin uzunluğu isə 40 sm çatır. Qırmızı qarın pirana adlanan bu növ ən məşhur və daha çox tədqiq edilən nümayəndədir. Pirana balıqları uzun illərdir filmlərdə və mətbuatda yırtıcı canavar obrazında təqdim olunur. Xüsusilə 1978-ci ildə çəkilmiş Pirana filmi bu stereotipləri daha da gücləndirdi. Halbuki elmi araşdırmalar onu göstərir ki, bu canlılar daha çox leş yeyənlərdir və yalnız ekstremal şəraitdə, məsələn suyun səviyyəsi azaldıqda və ya qida qıtlığı baş verdikdə aqressiv davranışlar sərgiləyirlər. Eyni zamanda insanlar və müxtəlif canlılara üçün təhlükə yarada bilirlər. 20-ci əsrin 70-ci illərində tanınmış Amerikalı bioloq Herbert Axelrod tərəfindən aparılan elmi araşdırmalar göstərdi ki, piranalar əsasən zəif, yaralı və ya ölmüş heyvanlarla qidalanır. Bu araşdırmanın nəticəsində pirana balıqlarının indiyə qədər insanlar tərəfindən formalaşdırılmış obrazlarına zidd idi. Yəni insanlar filmlərdə xüsusən bizə göstərildi ki, pirana balıqları yırtıcıdırlar, insanlara hücum edirlər. Amma mətn onu göstərir ki, pirana balıqları əsasən leşiyəndirlər. Çox nadir hallarda insana və yaxud digər canlılara hücum edirlər. Onların iti, üçbucaq
formalı dişləri sümük və əti asanlıqla parçalamağa imkan verir. Maraqlıdır ki, bu dişlər mütəşəkkil olaraq tökülür və yerinə yeniləri yetişir. Bu isə onlara davamlı ov qabiliyyəti qazandırır. Piranalar dəstə şəklində üzür və bu onların ov zamanı koordinasiyalı hərəkət etmələrini təmin edir. Bu balıqlar ekosistem üçün də mühüm əhəmiyyət daşıyır, ekoloji tarazlığın qorunmasında əvəzsiz rol oynayırlar. Belə ki, onlar çaylarda həyatlarını itirmiş canlıları və tullantıları parçalayaraq təmizləyici funksiya yerinə yetirir, bakteriyaların yayılmasının qarşısını alır və su hövzələrinin sağlamlığını təmin edirlər. Bəzi araşdırmalara görə piranalar həm də çay sistemində qida zəncirinin sabitliyini qoruyurlar. Buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi nöqtələr. Halbuki onlar təbiətin, xüsusən də suların sanitarlarıdır. Mütəxəssislər bildirirlər ki, pirana balıqları ilə bağlı yanlış təsəvvürlər media və fantastik ədəbiyyatın təsiri ilə formalaşmışdır. Təbii tarazlıq baxımından onlar əvəz olunmaz canlılardır. İndi isə başlayaq suallarımıza. Deməli, mətnə əsasən uyğun fikirləri istəyir bizdən yenə bir cədvəlimiz var. Doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyik. Deyir, piranalar əsasən həyatları üçün təhlükəli vəziyyət yarandıqda aqressiv davranırlar. Bu doğru fikirdir. Mətndə bu qeyd olunmuşdur. Bax, mətnə qayıdıb baxsaq, tapa bilərik bunu. Suyun deməli, bax. Halbuki elmi araşdırmalar onu göstərir ki, bu canlılar daha çox leşiyəndirlər və yalnız ekstremal şəraitdə, məsələn, suyun səviyyəsi azaldıqda və ya qida qıtlığı baş verdikdə aqressiv davranışlar sərgiləyir. Eyni zamanda insanlar və müxtəlif canlılar üçün təhlükə yarada bilirlər. Deməli, həqiqətən də müəyyənləşdirdik ki, əsasən həyatları üçün təhlükəli vəziyyət yarananda aqressiv davranırlar, bir düzdür. 2-də piranalar yaşadıqları okeanlarda ekoloji tarazlığı qoruyurlar. Bu səhv fikirdir. Onlar okeanlarda yaşamırdılar. Onların yaşayış yeri haqqında da mətnimizdə göstərilmişdi. Deməli, burada çaylarda deyirdi. Ən çox Amazon, Orinoco, Parana çaylarında rast gəlirlər. Belə, Cənubi Amerikanın çaylarında yaşayırlar. Qeyd olunur. Bir çoxlarını isə pirana balıqları Cənubi Amerikanın çaylarında. Yəni, okean söhbətinə görə səhvdir. 2-ni çıxırıq, biri götürmüşdük, 2-ni çıxırıq. İndi isə yanlışı götürürük. Uzunluqları 20-30 cm olan piranalar daha çox tədqiq edilmişdir. Bir dəqiqə, bu deyir ki, balıqlar adətən 20-30 cm uzunluğunda olur, bəzi növləri 40 cm çatır. Qırmızı qarın pirana adlanan bu növ ən məşhur və ən çox tədqiq edilən nümunələrindəndir. Belə aydın olur ki, bizə qırmızı papaq pirananın uzunluğu 40 cm çatır. Deyir, bəzi növlərinin uzunluğu 40 cm çatır. Qırmızı qarın pirana adlanan bu növ. Yəni ki, bunun uzunluğu 40 cm çatan növüdür və daha çox tədqiq edilən odur. Deməli, artıq sualımızı müəyyənləşdirdik. Baxırıq, doğrudan biri götürmüşdük, yanlışdan da 3-ü götürürük. Çünki 20-30 cm olan piranalar yox, 40 cm olan qırmızı qarın pirana daha çox tədqiq edilib, araşdırılıb yəni. 4-də dedik ki, sürü şəklində üzmələri ov zamanı onlara kömək edir. Bu doğru fikirdir, götürmürəm. Belə, cavabımız 1-3 A bəndi. 2-də, mətndə çərçivə daxilində verilmiş sözün kontekstə uyğun mənasını müəyyən edirik. Çərçivə daxilində verilmiş sözümüz tarazlığın, ekoloji tarazlığın, bax, burada. Deməli, deyir, ekoloji tarazlığın qorunmasında. İndi baxaq, bunun mənası da ətraf mühitin orqanizmə təsir gücünə malik istənilən xüsusiyyəti, tərkib hissəsi. Belə deyildi, baxaq, ekoloji tarazlıq, yəni bu D bəndə uyğun gəlir. Ətraf mühitin öz keyfiyyətlərini bərpa etmək bacarıqları nəticəsində nisbi sabitliyi. Tarazlıq budur. 23. Plan bəndlərinin ardıcıllığını istəyir bizdən. Piranaların ekosistemdə rolu, yırtıcı canavar obrazında təqdim olunan balıqlar, piranaların ov davranışı, coğrafi yayılma, Amerikalı bioloqun araşdırmaları. İlk öncə coğrafi yayılmadan başlamalıyıq. Çünki onun yaşadığı yerdən danışırdı. İlk öncə 4-ü götürürük. Daha sonra yırtıcı canavar obrazında təqdim olunan, daha sonra 2. Elə yəni ya cavabımız, həm də 4 ilə başlayan ya B-dir, ya Y-dir, 5 də deməli uyğun gələcək. İndi 1 ilə 3. Baxaq. Piranaların ekosistemdə rolu və Amerikalı bioloqun araşdırmalarının nəticəsi 3 piranaların ov davranışı. 3-dən daha əvvəl danışırdı, ov davranışlarından daha əvvəl danışırdı, 1 sondadır. Onda cavabımız Y bəndi olacaq. 4, 2, 5, 3, 1, Y bəndi. Hansı ifadəli nöqtələrin yerinə əlavə edilsə mətnin məzmununa xələl gələr, yəni artıra bilmərik. Bunu deməli nöqtələr sonuncu abzasdadır. Deyir,
buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi hələ də qalmaqdadır. Bu olar, yəni xələl gəlməz. Günümüzdə də rast gəlinir, olar, indiyə qədər mövcuddur, olar, bu gün də davam edir, olar. Amma öz qüvvəsini itirmişdir, olmaz. Çünki aydın olur ki, bizə piranlara qarşı olan yəni bu qorxu münasibəti, onları qorxulu kimi təqdim olunduğu münasibət hələ də davam etməkdədir və sonuncu abzasda da bunu bir daha görürük. Belə deyə bilərik də, buna baxmayaraq ictimaiyyət arasında onlara qarşı formalaşmış qorxu hissi məsələn hələ də qalmaqdadır. Halbuki onlar təbiətin xüsusən deməli, xüsusən də suların sanitarlarıdır. Hə. Yəni bu kimi fikirlər deyə bilərik, Y bəndin deyə bilmərik. Qüvvəsini itirməyib. 5-də səbəb nəticə ilə bağlı uyğunsuzluğu istəyir bizdən. Burada cavabımız D bəndidir. Pirana balıqları üzərində müşahidələr aparılmışdır. Nəticədə onların yalnız aqressivləşdiyi zaman zəif canlılarla qidalana bildiyi aşkarlanmışdır. Hə, bu fikir ona görə səhv fikirdir uşaqlar. Deməli, pirana balıqlarının üzərində müşahidələr aparılıb, bu aydın məsələdir, bunu bildik. Amma nəticə düz gəlmir. Çünki onların yalnız aqressivləşdiyi zaman zəif canlılarla qidalanır. Xeyr, onlar aqressivləşdikləri zaman zəif canlılarla qidalanmırlar ki, onların zaten gündəlik qidalandığı gündəlik belə deyək də qidası zəif canlılarla, yəni xəstə və yaxud da ölmüş canlılarla idi. Amma aqressivləşdikləri zaman hətta deyir insana da hücum edə bilərdilər. Bu mətndə qeyd olunur. Ona görə D bəndi səhvdir bu məntiqlə. Və keçək indi açıq suallara. Mətndə deməli tünd qara hərflərlə verilmiş cümlədə düzgün işlədilməyən sözlər var. Deməli baxırıq. Maraqlıdır ki, bu dişlər mütəşəkkil olaraq tökülür və yerinə yeniləri yetişir. Hə, indi burada düzgün işlədilməyən ifadələrimiz hansı olar? Mütəşəkkil uyğun gəlməz bura. Biz deyə bilərik ki, mütəmadi. Bax, gəlin elə oxuyacağam bunu. Maraqlıdır ki, bu dişlər mütəşəkkil yox, mütəşəkkilin yerinə yazırıq mütəmadi. Nə oldu? Hə, yazırıq mütəmadi, yəni davamlı olaraq. Və deyir ki, sonda yerinə yeniləri yetişir. Diş yetişir be, yerinə yeniləri çıxır. İkincinin yerinə çıxır. Və yaxud əmələ gəlir. Belə. Belə suallarda isə bu tip suallarda yadda saxlayırıq ki, elə həmişə 2 dənə yanlışlıq olur. 2 dənə yanlış yer olur. Onların ikisini də düzəltmək bizə lazım olur. 27. Əsas mətnin və çərçivədəki mətnin aid olduğu üslubların səciyyəvi xüsusiyyətləri. Bax, aydın məsələdir ki, əsas mətnimiz publisistik üslubdadır. Çərçivədəki mətni də oxuyanda görürük ki, uşaqlar elmi üslubdadır. Deməli, indi biz nə edirik? Yəni, publisistik üslubla elmi üslubun xüsusiyyətlərini müqayisə eləməliyik. Üslublarla bağlı sual ümumiyyətlə mətnlərin ən asan sualları olurlar. Sadəcə olaraq xüsusiyyətləri bilmək lazımdır. Əsas mətnə deyə bilərik aydınlıq, anlaşıqlılıq. Deməli, çərçivədəki mətn üçün dəqiqlik, konkretlik, ardıcıllıq, terminlilik, ortaq da deyə bilərik funksionallıq, ədəbi dilin nümunəsidir, ədəbi dilin normalarına tabe olmalıdır kimi fikirlər. 27. Ekosistemdəki pozuntular təbiətin özünü təmizləmə prinsipi ilə yenidən təbii nizama yönəlir fikrini mətnin məzmunu ilə əlaqələndiririk. Bunu da biz uşaqlar ekosistemdəki pozuntuları yəni yenidən təbii halına qayıdır, yenidən düzəlir. Biz bunu ancaq piranaların leşləri yeməsi ilə bağlı əlaqələndirə bilərik. Yəni onlar piranalar leşləri yeyirlər və bununla da bir növ təbiətin tarazlığını, özünü təmizləmə prinsipini qoruyurlar. Burada cavabımız olacaq piranaların leşləri yeməsi ilə bağlı olan fikirlər yazmalıyıq. 29. Altından xətt çəkilmiş sözlərin üslubu funksiyası tapaq mətnindən. Altından xətt çəkilmiş 2 dənə söz olar yəqin. Parçalamağa, birincisi isə yaralı. Deməli, piranalar əsasən yaralı bu və bir də parçalamağa. Aha, baxaq. İndi sözün funksiyasını istəyir bizdən. Yaralı heyvanlardan gedir söhbət. Bu təbii ki, həqiqi mənadadır. Yəni sözün funksiyası kimi mütləq bura yazmalıyıq. İnformativ. Məcazi mənada işlədirəm. Məsəl üçün qəlbi yaralı idi və s. Digəri isə əhdi parçalamaqdan gedirdi söhbət. Bu da təbii ki, informativdir. Bunu da məcazi mənada, məsələn, qəlbin parçalandı. Və 30. Piranaların ekosistemdə böyük rolu var. Bir neçə faktla bunu sübut edə bilərik. Məsələn, onlar suda ölmüş heyvanları yeyərək suyu təmizləmiş olurlar. Bu 1. Və ikinci məsələn qida zəncirinin sabitliyini qoruyurlar və s.
Uşaqlar bu qədər bu sınağımızın izahı bu qədər. Sağ olun, növbəti videolarda görüşərik.